Ümumiyyətlə, oynaq xəstəlikləri hər zaman deyirəm ki, Gözəl. insanların özləri üçün yaratdığı bir problemdir. Bir var, anadan gəlmə. Bunu başa düşmək olar da, bu anadan gəlmə. Bir də var ki, insanların yaratdıqları çəki artırır və hərəkət eləmir. Maşın da elədir. Bir maşını sürməyəndə ən təzə maşını Samir bəy, qoyursan bir yerə, alırsan açarını, gətirirsən qapıda, saxlayırsan. Sən onu bir neçə aydan sonra, ya bir ildən sonra sürsən, görürsən ki, təkərlər məhv olub, maşın heç nə olub. Bu, praktik gördüyümüz bir şeydir. Öz başıma da gələn bir şeydir. Bir köhnə maşınım var idi o vaxt. Dedim, mənə etibarıdır, hadisə olmur, yaşamışam, bunu satmayın, qoy dursun. Sonra gedəndə gördüm, sıradan çıxıb. Hər şey sıradan çıxıb. Yəni, insan dilədir. Ona görə nə etmək lazımdır? Mütləq çəkiyi qorumaq lazımdır. Mütləq hərəkət eləmək lazımdır. Mümkün deyil gündəlik idman eləyən, hərəkət eləyən və çəkisini qoruyan adamların oynaqlarında ağır əmələ gəlsin. Demirəm, yalnız xüsusi iş rejimində, nəm yerdə, işi nəm yerdə olar, həyatı nəm yerdə olar, revmatizm tutar və yaxud da ki, müxtəlif qripdənmi, müxtəlif virus mənşəli problemlərdənmi onun oynağında bir problem yaransın və yaxud çox ağır bir yükə düşsün, ola bilər onda da oynaq xəstəliklər əmələ gələ bilər. Ancaq böyük bir əksəriyyətdə əmələ gələn nədir? Artrit, oynağın iltihabı. Böyük bir əksəriyyətdə əmələ gələn nədir? Artroz, oynaqlarda o sümüklərin baş hissəsinin yeyilməsi. O da yenə çəkiyə bağlıdır. Yenə deyirəm, birdən 150-200, bu gün gəlib 195 kiloluq adam. Bunun kiçik bir oynağa düşür bütün çəkisi. 195 kilo. Sən təsəvvür elə ki, necə hərəkət eləsin? Bu oynaq neynəsin? Neynəsin bu oynaq? Onu mənə izah elə. Qadın idi, kişiydi o. Kişiydi. Neynəsin bu oynaq? Mütləq onun oynağı xəstə olmalıdır. Müəyyən cavan dövründə, gənc dövründə dözsə də sonra xəstə olmalıdır. Ondan sonra deyilən, bəs bir də var ki, revmatoid polartrit, maddələr mübadiləsi pozğunluğu nəticəsində yaranan xəstəlik. Belə bir maddələr yaranan polartrit də var. Ancaq revmatoid polartrit də, bunlar tamam başqa-başqa xəstəliklərdir. Bir də təbii ki, dediyim kimi, insanların ağır çəkisi tək oynaqlara təsir eləmir, digər oynaqlara da təsir edir. Məsələn, fəqərarası yırtığın, qricə deyirlər, əmələ gəlməsinə, fəqərarası sinirin əzilməsinə, basılmasına gətirib çıxarır. Qoy doktor tortunu yesin sonra, sən də yedin mənə. Yox, qoy yesin. Biz həmişə yirik, Lətfə xanım. Öz-özünə təskinlik verir. Yox, Gürcistana qoy, bunu da deyim. Kəsən danışıq-danışıq da qoy, bunu da deyim, yaxşı. Ağzını sulandırır. Yox, qoy, onların cavabını verim. Bütün onun növü oynaq xəstəliklərində Doktor Seyfəddin klinikasında arı zəhəri möhtəşəm. Yəni, bütün oynaq xəstəlik, istər revmatoloji olsun, istər maddələrin mübadiləsi pozulması nəticəsində olsun, istər artrit olsun, istər artroz olsun. Bütün hallarda, Lətfə xanım, arı zəhər əvəzsizdir. Orada arı məhsulları, propolis də var, arı südü də var, çiçək tozu da var, arının ölüsü də var, hər şeyin. Bir də təbii ki, hirdoterapiya zəli ilə müalicədə çox gözəl effekt verir. Arı məhsullarını dedim. O ki, qaldı bitkilərlə və məlhəmlərlə, məcunlarla, orada da çox gözəl məlhəmlərimiz, məcunlarımız var, artıq aparan adamlar bilirlər. Kütləvi oynaq ağrılarında da, bir oynaq ağrısında da bu məlhəmlərimizi çəkirlər, maye tərkiblidir və eyni zamanda elə bil ki, hazırladığımız məlhəmlər oynaq ağrılarında əvəzsizdir.